Böyük Britaniyanın paytaxtı Londonda Heydər Əliyev Kuboku 2013 beynəlxalq milli futbol turniri çərçivəsində ölkə üzrə milli seçim turlarına start verilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə daha böyük miqyasda təşkil olunan və 8 ölkənin əhatə edən yarışı Azərbaycan Gənclər və İdman Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Britaniyanın Odlar Yurdu təşkilatı keçirir. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnir çərçivəsində keçirilən London yarışında müxtəlif millətlərdən ibarət həvəskar komandalar mübarizə aparıblar. Turnirin açılış mərasimində çıxış edən Odlar Yurdu təşkilatının sədri İlham Nağıyev ənənəvi Heydər Əliyev Kuboku beynəlxalq mini futbol turnirinin bu il ümummilli liderin 90 illik yubileyinə həsr olunduğundan daha da geniş miqyasda keçiriləcəyini söyləyib. Turnirin Avropada Azərbaycan icmalarının əməkdaşlığının inkişafı, diaspor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və ümummilli lider Heydər Əliyev ideyalarının diasporanın gənc nəslinə çatdırılması baxımından xüsusi rol olduğunu vurğulayıb. Təşkilat rəhbəri diqqəti komandalara milli tərkibinə yönəldərək belə bir turnirin Azərbaycanın tolerantlıq mədəniyyətini bir daha göstərdiyini deyib. Son 5 ildir, 6 ildir ki, tədbiri biz təşkil edirik Avropada. Və bunu nəzərə alaraq onu demək olar ki, tədbir artıq Avropada gənclər və həvəskarlar arasında belə bir adət ənənəyə çevrilib. Hər il aprel ayının axırı, may ayının əvvəli Avropanın müxtəlif dövlətlərində yaşayan gənclər Heydər Əliyev çempionatını çox böyük həvəslə gözləyirlər. Turnirdə Bosniyadan olan komanda xal hesabı ilə qalib gələrək ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində turnirin Bakıda keçiriləcək böyük final mərhələsinə vəsiqə qazanıb. İlk 3 yeri tutan komandalara medallar, qalib komandaya Heydər Əliyev Kuboku təqdim olunub. Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov turnirin əhəmiyyətindən danışaraq yarışın Odlar Yurdu təşkilatı tərəfindən ardıcıl 6 ildir ki keçirildiyini və ənənə halını alan Heydər Əliyev Kubokunun Azərbaycanın dünyada tanıdılması işində böyük rolu olduğunu vurğulayıb. Bugün futbol üzrə Çempionlar Liqasında ilk yarım final maçı keçirildi.